Salam əziz dördüncülər. Biz terminlərlə bağlı mövzunu keçdik. İndi ev tapşırığında olan tapşırıqları yerinə yetirək. A tapşırığı: verilmiş mətni oxu və hansı elm sahəsinə aid olduğunu müəyyənləşdir. Terminləri seçib yaz. Mətni oxuyaq, hansı elm sahəsinə aid olduğunu qeyd edək və terminləri seçək. Planetimizin qravitasiya təsiri altında peyk adlanan süni və təbii səma cisimləri yerin ətrafına dövr edir. Peyklərin iş sistemi şəkil çəkməkdir. Şəkillər alimlər tərəfindən araşdırılır və baş verən prosesləri daha yaxşı anlamağa cəhd edilir. Yəqin ki, hər biriniz deyəcəksiniz ki, bu mətndə elm sahəsi astronomiyadır. Hansı terminlərə rast gəldik? Qravitasiya, peyk, səma cisimləri. 3 burada termin işlənmişdir. Bir tapşırığı: izahlara uyğun sözləri müəyyən et və cədvəlin uyğun sütununa yaz. İzahları oxuyacağıq. Bu izahların hansı sözə aid olduğunu yazıb və cədvəlin uyğun sütununda qeyd edəcəyik. Bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi həndəsi fiqur bu bucaqdır və bucaq riyaziyyat sahəsinə aiddir. Tələffüz zamanı sözün asanlıqla bölünən hissələri bu hecadır və Azərbaycan dili sahəsinə aiddir. Bir neçə hissədən ibarət vokal, instrumental və ya instrumental şərq musiqisi. Yəqin ki, bunu musiqidən keçmisiniz, muğamdır. Bunu musiqi sahəsinə yazırıq. Sözlərin leksik mənalarını əks etdirən lüğət, əlbəttə ki, izahlı lüğətdir və bu Azərbaycan dili sahəsinə aiddir. Xətt, ştrix və cizgilər vasitəsilə çəkmə üsulu bu qrafikadır, təsviri incəsənət sahəsinə aiddir. Rəssamların şəkil çəkərkən üzərində boya qarışdırdıqları lövhə palitra adlanır və bu təsvir incəsənətə aiddir. Musiqi ilə müşayiət olunan şeir, mətn, mahnı adlanır. Bu da musiqi sahəsinə aiddir. Və 8-ci, bütün üzləri kvadrat olan 6 üzlü fəza fiquru kub adlanır. Bu da riyaziyyat sahəsinə aiddir. C tapşırığı: hansı cümlədə ton sözü təsviri incəsənət termini kimi işlənmişdir? Gəlin cümlələri oxuyaq. Anbarda 8 ton taxıl qalmışdı. Burada ton təsvir incəsənətə deyil, riyaziyyat sahəsinə aiddir. Bu cümlə deyil. Jurnalist danışarkən nitqini uyğun səs tonu ilə tənzimləyir. Burada da ton təsvir incəsənət sahəsinə aid deyil. Ştrixlənmə zamanı ən açıq ton kağızın ağ rəngidir. Elədir. Bu cümlədə işlənən ton sözü təsvir incəsənətdə termin kimi işlənmişdir. Bu qədər uşaqlar. Sağ olun.